Salam, gəlin diqqət mövzusuna aid ümumi test tapşırıqları ilə tanış olaq. Sual 1. Diqqət nəyə deyilir? A variantı. Psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və mərkəzləşməsi. B variantı. Psixi fəaliyyət zamanı müəyyən obyekti seçməkdir. C variantı. Psixi fəaliyyət zamanı öz davranışına nəzarət etmək. D variantı. Psixi fəaliyyət zamanı həmişə ayıq-sayıq olmaq. Y variantı psixi fəaliyyət zamanı obyektləri seyr etməkdir. Burada düzgün cavab bizim A variantımızdır. Çünki psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və mərkəzləşməsinə biz diqqət deyirik. Bu, insanın ətraf mühitdəki sonsuz qıcıqlandırıcılarından yalnız birinə və ya bir neçəsinə fokuslanma qabiliyyətidir. Növbəti sual. Diqqətin neçə əsas funksiyası var? Diqqətin 3 əsas funksiyası var. Növbəti sualda onun hansılar olduğunu soruşur. Diqqətin əsas funksiyaları hansılardır? Diqqətin dediyi 3 əsas funksiyası var. Biri seçmək, saxlamaq və nəzarət etmək funksiyaları olaraq 3 yerə bölünür. Seçmək, saxlamaq və nəzarət etmək. Düzgün cavabımız C variantı. Diqqətin fizioloji mexanizmini hansı görkəmli alim təhlil etmişdir? A. Vygotsky-Komenski, B variantı Bayramov Əlizadə, C variantı Bakıxanov, D variantı Uşinski, Y variantı Pavlov Uxtomski. Bizim düzgün cavabımız burada Y variantı Pavlov və Uxtomski tərəfindən diqqətin fizioloji mexanizmləri araşdırılmışdır. Və onlar Pavlov reflekslərin yaranmasını və şərti refleksləri izah etmişdir. Uxtomski isə dominantlıq prinsipi ilə diqqətin beyində necə fokuslandığını göstərmişdir. Növbəti sualımız. Diqqətin neçə əsas keyfiyyəti var? Diqqətin 7 əsas keyfiyyəti var. Diqqətin neçə növü var? Diqqətin 3 növü var. D variantı. İxtiyari diqqət nəyə deyilir? A variantı. Şuurlu və iradi cəhd tələb edən diqqətdir. B variantı. Bir obyekt üzərində uzun müddət qalmasıdır. C variantı. İradi cəhd tələb etməyən diqqətdir. D variantı. Hərəkətdə olan cisimlərə qarşı diqqətlilikdir. Y variantı. Hərəkətsiz cisimlərə qarşı diqqətlilikdir. Bizim buradakı düzgün cavabımız A variantı, yəni şuurlu və iradi cəhd tələb edən diqqətdir. İnsan öz istəyi ilə diqqətini müəyyən bir obyektə, cismə yönəldir. Məsələn, hal-hazırda video çəkərkən yaxud dərs oxuyarkən biz diqqətimizi mətnə yönəldirik. Növbəti sualımız 8-ci sual. Qeyri-ixtiyari diqqət nəyə deyilir? A variantı məqsədli və niyyətli diqqətdir. B variantı iradi cəhd tələb edən diqqətdir. C variantı şuurlu məqsədlə əmələ gələn diqqətdir. D variantı niyyətlə yaranıb cəhd tələb etməyən diqqətdir. Y variantı iradi cəhd və niyyətlə bağlı olmayan diqqətdir. Burada düzgün cavabımız Y variantıdır. İradi cəhd və niyyətlə bağlı olmayan diqqətdir. Məsələn, qəflətən səs eşidəndə biz ona tərəf yönəlirik, diqqətimiz orada olur və bu şuurdan asılı olmur. A variantında məqsədli, niyyətli diqqət deyəndə biz ixtiyari diqqətdən söhbət gedir. İradi cəhd tələb edən də ixtiyari diqqətdir. Şuurlu məqsədlə əmələ gələn diqqətdə, niyyətli yaranıb şuurlu əmələ gələn diqqət də diqqətlidir, ixtiyari diqqətli. Niyyətlə yaranıb cəhd tələb etməyən diqqət qeyri-ixtiyari diqqət deyil. İxtiyardan sonrakı diqqət nəyə deyilir? A variantı. Məqsədlə bağlı olmayan diqqətdir. B variantı. Əhvalla bağlı olan diqqətdir. Xeyr. C variantı. Məqsədli yaranıb cəhd tələb etməyən diqqətdir. İradi cəhd tələb etməyən diqqətdir. Y variantı. Qıcıqlayıcının gözlənilmədən təsiridir. Biz burada cavablara baxsaq,
Cavabımız C variantıdır. Məqsədli yaranıb, cəhd tələb etməyən diqqətdir. Yəni, diqqət əvvəl iradə olaraq başlayır. Yəni, biz iradə səy göstəririk. Amma sonra artıq maraq artdığı üçün daha çox cəhd etmirik. Yəni, buna ehtiyac olmur. Məsələn, maraqlı filmə baxarkən. Bu bizim qeyri-ixtiyardan sonrakı diqqətimizə nümunə ola bilər. Düzgün cavabımız C variantı dedik. Diqqət ruhumuzun elə qapısıdır ki, şuurumuzda olan hər bir şey mütləq oradan daxil olur. Bu fikir kimə aiddir? Seçenova aiddir. Bunu əzbər bilək. Variantı bu şəkildə. Sonra eyni vaxtda iki müxtəlif və artıq işin yerinə yetirilməsini təmin edən psixi proses necə adlanır? Bu diqqətdir. Biz diqqətin tərifinin geniş izahında da gördük ki, diqqət iki və yaxud daha artıq işin yerinə yetirilməsində bizə köməklik göstərən psixi prosesimizdir. Hətta biz daha da dərinə getsək, bu bizim diqqətimizin paylanma xüsusiyyətinə aid idi. Sonra uyğunluğu göstərin. 12-ci sualımız. Diqqətin xüsusiyyətlərindən biridir, diqqətin funksiyalarından biridir, diqqətin növlərindən biridir. Diqqətin xüsusiyyətlərindən biri diqqətin paylanması, diqqətin funksiyalarından biri nəzarət funksiyamız vardır. Diqqətin növlərindən biri ixtiyari, qeyri-ixtiyari, qeyri-ixtiyaridən sonrakı diqqət. A, B, C, 1A, 2B, 3Y. A, B, Y. Düzgün cavabımız C variantı. Gəlin 13-cü suala baxaq. Diqqətin funksiyalarını təsnif edin. Dedik, 3 əsas funksiyası var. Seçmə funksiyamız, saxlama funksiyamız və nəzarət funksiyamız. Görək, varmı belə cavab? 1, 3, 5. 1, 3, 5. Y variantı. İmtahanlarda diqqətin funksiyaları haqqında suallar təkrarən düşür. Diqqətin hansı xüsusiyyəti insanın eyni vaxtda iki müxtəlif və ya daha artıq iş yerinə yetirilməsini təmin edir? Biz dedik ki, biraz öncə bu diqqətə aid olan təriflərdən biridir və diqqətin paylanması xüsusiyyətinə aiddir ki, biz diqqətimizi paylayan zaman eyni anda iki cismə və yaxud iki şagird üzərində diqqətimizi və daha çox sinif üzərində diqqətimizi paylayırıq. Həmçinin diqqətin paylanma xüsusiyyəti də paralel işləməmizi təmin eləyir. Diqqətin növləri dedik. Birinci, ixtiyari diqqət, qeyri-ixtiyari diqqət və ixtiyaridən sonrakı diqqət. İxtiyari diqqət, qeyri-ixtiyari diqqət. Bunu sıradan əzbərləmək daha yaxşıdır ki, ixtiyardan sonrakı diqqət. Yadımızda avtomatik olaraq qalandan sonra rahat testlərdə işləyə bilir. 1, 3, 5. 1, 3, 5. B variantı. Növbəti sualımız. Diqqəti idrak proseslərindən fərqləndirən əsas cəhətlər hansılardır? A variantı. Diqqət xüsusi məzmuna malik olmasa da, digər idrak proseslərinin dinamik cəhətlərini təşkil edir. Bəli, düzdür. Həqiqətən də diqqətin bu, belə deyək, özünə məxsus cəhətidir ki, bütün idrak proseslərində özünü göstərir və onların cəhətlərini də, dinamik cəhətlərini də təşkil edir. Diqqət xüsusi məzmuna malikdir, xeyr. Diqqət iradə xarakteri kəsb edir. Biz dedik, sırf iradə olması şərt deyil. Yəni, xüsusi bir məzmuna da malik deyil. Diqqət emosional xarakteri kəsb edir, xeyr. Diqqət psixi xassədir, xeyr. Diqqət psixi prosesdir. Proses. Həmişə də proses sözünə 2 s yazırıq. 17-ci sual. Bu təriflərdən hansı diqqətə aiddir? Diqqət emosional xarakter kəsb edir, xeyr. Diqqət şuurun müəyyən obyekt üzərinə yönəlməsidir, bəli. Diqqət yeni obrazların yaradılmasıdır. Diqqət fəaliyyəti müvəffəqiyyətli icrasıdır, xeyr.
Bəlkə hə. Deməli, burada bizim düzgün cavabımız olur. Diqqət müəyyən obyektə yönəlmədir. Bəli. E, Fəaliyyətin müvəffəqiyyətli icrasıdır. Bəli. Bütün idraç proseslərinin cəhətlərini təşkil edir. Deməli, baxaq. Düzgün cavabımız 2, 4, 5. İndi burada aydınlaşdırsaq, diqqət emosional xarakteri kəsb edir. Xeyr, dedik elə bir ifadəyə biz diqqət mövzusuna rast gəlməmişik. Diqqət şüuru müəyyən obyekt üzərinə yönəlməsidir. Bəli, diqqət yeni obrazların yaradılması. Xeyr, bu bizim başqa idraç proseslərimizə aiddir. Diqqət fəaliyyətin müvəffəqiyyətli icrasıdır. Bəli. Diqqət bütün idraç proseslərinin dinamik cəhətlərini təşkil edir. Bəli, biz dedik bu həm də onun özünə məxsus xüsusiyyətidir. Diqqət varlığın vasitəli inikasıdır. Xeyr, biz vasitəli inikas ifadəsinə orada rast gəlməmişik. Hisslərin təzahür forması deyil diqqət. Maneələrin aradan götürülməsi xeyr, o da diqqətə aid deyil. Bu anlayışlardan hansı diqqətin funksiyalarıdır? Bu nəzərə. Diqqətin 3 funksiyası var. Seçmə funksiyası, saxlama funksiyası və nəzarət funksiyası. Seçməni işarələyə bilmədik. Seçmə, nəzarət hardadır? Nəzarət etmə burada. 1, 4, 6. 1, 4, 6. Düzgün cavabımız D variantı. Diqqətin növlərini təsnif edin. İxtiyari, qeyri-ixtiyari, ixtiyardan sonrakı diqqət, ixtiyari, ixtiyardan sonrakı emosional diqqət yoxdur, xarici diqqət yoxdur, xarici daxili nitq var, diqqət yoxdur. İxtiyari, qeyri-ixtiyari, seçici diqqət yoxdur. Diqqət mövzusunda bəli bir seçici ifadəsinə rast gəlir, amma növlərində deyil. Seçici, emosional yenə yox. Düzgün cavabımız A variantı. İxtiyari, qeyri-ixtiyari, ixtiyardan sonrakı diqqət. Diqqətin mənfi cəhətlərini nə təşkil edir? Yəni, burada məntiqcə də fikirləşə bilərik ki, baxın, müsbət paylama müsbət olar. Çünki bir müəllim sinifdə diqqəti nə qədər çox paylayarsa, o qədər onun belə deyim, pedaqoji ustalığının göstəricisi olar, müsbət mənada. Mərkəzləşməsi bəli, biz bir fənni oxuyarkən, yaxud bir mətni oxuyarkən diqqətimizi mütləq mərkəzləşdirməliyik. Diqqətin həcmi nə qədər çox olarsa, nə qədər keyfiyyətli çox olarsa, o qədər bizim üçün yaxşı olar. Davamlılığı da bəli, biz bir obyekt üzərində, bir hadisə üzərində diqqətimizi nə qədər çox davamlı saxlaya biləriksə, ixtiyari olaraq və bu bizim üçün müsbət haldır. Deməli, biz dalğınlıq, yəni dalğınlıq bir mətnə fikrimizi vermək istəyirik, amma diqqətimizi vermək istəyirik, amma dalğınlıq baş verir. Bu neqativdir. Yenə də bir obyekt üzərinə fikrimizi cəmləyirik, mərkəzləşdiririk, amma yayınır. Bu mənfidir. Düzgün cavabımız 1, 2. C variantı. Yəni, bunu məntiqcə də fikirləşib tapa bilərik. 21-ci sual. Deməli, 21-ci suala baxsaq, diqqətin dominantlıq prinsipini kim irəli sürmüşdür? Biz dedik ki, dominantlıq prinsipini Uxtomski irəli sürmüşdür. Bu prinsip diqqətin bir bölgəyə yönəlməsində dominant oyanma nöqtəsi olduğunu vurğulayır. Seçim bəli fikir deyib, amma dominantlıq haqqında deyil. Pavlovda fikir deyib, düzdür, amma o da dominantlıq deyil. Diqqətin fizioloji mexanizmlərinə aid olan seçin. Əksiylik, bələdləşmə, əksiylik, optimal oyanma ocağı, bəli, optimal oyanma ocağı var. Oxşarlıq assosiasiyası, dominantlıq prinsipi bəli var. Elə Uxtomski, qonşuluq assosiasiyası xeyr, bələdləşmə refleksi bəli. Düzgün cavabımız 1, 3, 5. Yəni, diqqətin fizioloji mexanizmlər olan bölməsində bələdləşmə refleksi, optimal oyanma ocağı və dominantlıq prinsipi Pavlovdan Uxtomskinin nəzəriyyələrində vardı. İyirmi üçüncü sual. Diqqətin tərəddüdü müddəti nə qədərdir? 6-7 saniyədən 12 saniyəyə qədər, 5-6 saniyədən 4-5 saniyə, 2-8, 2-3, 6-7 tərəddüdlü 6-7 saniyədən 12 saniyəyə qədər davam edir. 24-cü sual. İxtiyaridən sonrakı diqqət terimini kim işlətmişdir?
Dobronun o haqda 25-ci sual diqqətin xüsusiyyətlərinə uyğun olanları seçin. 1. Eyni vaxtda əhatə etdiyi cisimlərin miqdarı ilə müəyyən olunur. 2. Eyni bir obyekt üzərində uzun müddət saxlanılmasında ifadə olunur. 3. Eyni zamanda 2 və ya daha çox fəaliyyət növünü və ya müxtəlif işləri həyata keçirmə qabiliyyəti ilə müəyyən olunur. 4. Şuurlu surətdə diqqəti bir obyektdən digər obyektə, bir fəaliyyət növündən digərinə keçirməkdə təzahür edir. 5. Bu zaman şuurumuz yalnız bir obyekt və fəaliyyətə yönəlir. Diqqətin həcmi, diqqətin davamlılığı, diqqətin paylanması, diqqətin keçirilməsi, diqqətin mərkəzləşməsi uyğunluğu müəyyən edək. Deməli, əhatə etdiyi ilk öncə birinciyə baxaq. Əhatə etdiyi cisimlərin sayı deyirsə, bu həcmdir. Uzun müddət yadda saxlamaq deyirsə, bu davamlılıqdır. Yəni bir obyekt üzərində uzun müddət diqqətimizi saxlayırıqsa, bu davamlılıqdır. Eyni anda 2 və ya daha çox işi yerinə yetirmə, bu paylanmadır. Bir obyektdən digərinə keçmək deyirsə, elə adından göründüyü kimi bu keçirilmədir. Yalnız bir obyektə yönəlmə deyirsə, bu da konsentrasiya və yaxud mərkəzləşmədir. Deməli, bizim buradakı düzgün cavabımız bir A diqqətin həcmi. Düzgün cavabımız B variantı olur. Aşağıdakı anlayışlardan hansı diqqətin xüsusiyyətinə aid deyil? Diqqətin emosionallıq xüsusiyyəti dedik, yoxdur. Diqqətin ümumiləşdirmə xüsusiyyəti yoxdur. Emosionallıq xüsusiyyəti yoxdur. Diqqətin ümumiləşdirmə xüsusiyyəti yoxdur. Bir də kommunikativlik xüsusiyyəti yoxdur. Amma diqqətin həcm adlı xüsusiyyəti var. Paylanma, davamlılıq, mərkəzləşmə, keçirilmə adlı xüsusiyyətləri var. Diqqətin pozulması hallarına uyğun gələnləri seçin. 1. Müəyyən fəaliyyət zamanı diqqətimiz gah bu və ya başqa obyektə yönəlməsi, az və ya çox müddət onun üzərində mərkəzləşməsidir. 2. İnsanın öz diqqətini mərkəzləşdirə bilməməsində ifadə olunur. 3. Hər hansı bir fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisələrə yönəlməsində özünü göstərir. Deməli, diqqətin daim dəyişməsi deyirsə, biz burada dalğınlığı götürürük. Mərkəzləşdirə bilməmə deyirsə, yayınmanı götürürük. Açar sözlərimiz əsas işdən yayınma deyirsə, yəni yayınma deyirsə, bu tərəddüd olur. Düzgün cavabımız D variantı. 28. Diqqətin fizioloji mexanizmlərinə uyğun gələnləri seçin. 1. Adətən qarşılaşdığımız hər bir yeni cisim və ya hadisə, yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir, ona görə də diqqətimizi özünə cəlb edir. 2. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şərait olması da xarakterizə olunan yüksək oyanma ocağı mövcuddur. Sinir proseslərinin induksiyası qanununa görə beynin bir sahəsində yaranan oyanma prosesləri baş beynin digər sahəsində ləngiməni yaradır və yaxud əksinə, yəni ləngimə oyanma, oyanma ləngimə yaradır. Diqqətimiz məhz həmin oyanma sahəsi ilə bağlı olur. 3. Dominant oyanma sahəsi optimal oyanma sahəsində yüksək davamlılığı ilə fərqlənir. Belə dominant oyanma ocağı yeni yaranan oyanma ocaqlarını ləngidir, həm də onların hesabına güclənir. Burada birinci bələdləşmə, ikinci optimal oyanma, üçüncü isə dominantlıq prinsipidir. Gəlin baxaq. Birinci bələdləşmə, yenilik, yəni bələd olmağa çalışır. Sonra optimal oyanma ocağı ilə oyanma sözünü buradan görürük. Oyanma və ləngimə prosesləri baş verir.
Üçüncü də dominant oyanma sahəsi optimal oyanma sahəsindən yüksək davamlılıqla fərqlənir. Oldu B variantı.